Başla Emil, təbii həll edək. Yazır Buyur. 45. Bir də təmlik yazırıq Emil. 45x-dan. 45 çıxanda eləcək 30. 30. Nə? 30 nə? 30x. X-i yazırsan, biraz sürətli yaz. 30x. Çıxılsın 30 bərabər 60. Emil, biraz sürətli yaz. Bərabərdir 60. Aha. Sonra O 30 30. deməli 30x. 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 30x çıxırsa Bərabərdir. bərabərdir. 60 çıxırsa 30. O çıx deyir 60. 60 lira. Aha. 30. Emil, biraz xırda. Aha. İndi yazırıq. 90. 30x bərabərdir. 30x. Bərabərdir. 90. X bərabərdir. X bərabər. 90 çıxırsa Çıxılsın deyil. 90 çıxırsa. Emil, bax lövhə yaş bax. 90 nədir? 90. 90 nədir Emil? Nə yazacaq orada? 90 bölünsün 90 bölünsün 30. 90 bölünsün 30. 30x bərabərdir. 3. 3. İndi yerinə qoy görək düz oldu mu? Qıraqdan birdən yerdən yaz yoxlamasına. 45. Aha. Emil elə yaz yerləşsin. Vurulsun. X-in qiyməti neçə oldu Emil? X'in qiyməti 3. 3 oldu. Biraz yığcam yaz yerləşsin. Üstək çıxılsın. 15 vurulsun 3. Çıxılsın 30. Bərabərdir. Yox. O 60'ı poz görək. Əvvəl hesablayaq görək düz alındı mı? 60'ı poz. 30. Bərabər qoy. 45'i 3'e vuranda Emil. 35 3 vuranda 135. 135. 15'i 3'e vuranda 15 3 vuranda 45. 135'ten 45 çıxaq görək. 45'den Alt alta çıx. 135 çıxılsın 45. 13. 13'ten 4 çıxanda 9. İndi bax Emil. 90. 90. Sonra 90'dan da 30 çıxarıq. aha 90 çıx 30. Emil 90'dan 30 çıxan neçə eləyir? Alındı mı cavab? 60 oldu. Yaz 60. Deməli cavab doğrudur. Yoxlamasını etdik. Cavab doğru oldu.